Elə bir keratin verin ki, bütün saçlara getsin. Əzizim, axı belə bir keratin yoxdur. Əgər sizə kimsə deyirsə ki, bir keratin bütün saçlara gedir, ya o keratinlərdən başı çıxmır, ya da ki, sizə yalan danışır. Mümkün deyil ki, eyni keratin bütün saçlara getsin. İndi qısaca izah edəcəm. Hər brendin neçə çeşid keratini olur. Bizim brendin 4 çeşid keratini var. Yəqin ki, sizə tanışdır da. Yox, keratin istəmirəm, saçımı çox yağlandırır. Yox, keratin elədim, saçım ümumiyyətlə yandı. Keratin saçımı ağırlaşdırdı. Bu kimi sözlər bilirsiniz niyə çıxır müştərilərdən? Ona görə ki, düzgün keratin istifadə edilməyib. Məsələn, bu keratin yaxşı keratindir, mükəmməl keratindir. Amma bu keratini incə telli, sadəcə şişən, az dalğalı bir xanımın saçını eləsəm, o xanım bir daha keratin elətdirməyəcək. Çünki çox ağırlaşdırılmış, tərkibi zəngin lipidlərlə dolu olan bu keratin saça yağlılıq verir. Bunu hansı saçlar eləmək olar? İçi boş saçlar var, zədədən, asfitleniyadan, tamamilə boşalmış, çox zədəli saçlara çox böyük bərpa verir. Eyni zamanda da düzləşmə verir. Bunun tərkibindəki o ağırlıq verən lipidlər, yağlar o boş saça dolur, həm saçı ideal eləyir, həm də düzləşdirir. Bax, o insan üçün olacaq bu ideal keratin. Amma birinci dediyim xanım üçün olacaq dəhşətli dərəcədə pis bir keratin. Bu keratinim möhtəşəmdir. 6 yaşdan yuxarı xanımlara, uşaqlara, hamilə xanımlara, süd verən analara, hipoallergenli hər kəs üçün idealdır. Nazik telli xanımlar üçün vəbşə möhtəşəmdir. Heç bir yağlılıq vermir. Amma zədəli saça olmaz. Zədəli saçda daha çox pis effekt verəcək və təbii ki, usta bunu bəyənməyəcək. Ona görə də, əziz ustalar, mütləq keratin seçərkən diqqətli olun və ən azı 2 keratininiz olmalıdır. Ən azı 1 keratinlə bütün hər kəsi razı salmaq mümkün deyil.